Bugün səhər oyandıqda qərar verdik ki, qızımıza sürpriz edib nahar yeməyini onunla birlikdə edək və yollanırıq Chick-fil-A adlı fast food restoranına. Bu restoran digər fast food restoranlarından daha keyfiyyətli məhsulları ilə seçilir və Birləşmiş Ştatlarda çox sevilir. Nəhayət yeməyimizi sifariş verib götürdükdən sonra üz tuturuq məktəbə. Girişdə sənədlərimizi yoxlayıb qonaq stikirlərini verirlər və yollanırıq məktəbin yeməkxanasına. Burada məktəblərdə nahar yeməyinə yarım saat vaxt ayrılır. Həmin müddətdə valideynlər uşaqlarını ziyarət edib həm vaxt keçirə bilərlər, həm də birlikdə nahar edə bilərlər. Qızımızı tapıb keçirik dəhlizdəki qonaqlar üçün ayrılmış masalara. Düşünürəm ki, övladlarımızla vaxt keçirmək üçün əla fürsətdir. Məncə bu anlar hər bir uşaq üçün çox dəyərli və sevinc vericidir. Sonda isə müəllimlər uşaqları sıraya düzüb siniflərə yollanırlar. Bugünlük bu qədər. Sizi maraqlandıran digər mövzular varsa, kommentlərdə qeyd edin ki, biz də çəkib sizə göstərək.